İraq evlərdən xeyirdə, şərdə birinin arzulunmaz vəziyyətdə fotosunu, videosunu çəkib sosial mediada gündəm eləyənlərə gəlsin. Bəli, qanunvericilik bu mövzuda lazımi tədbirləri görür, görəcək də. Bəli, Gündəm Xəbər nefrində 24 fevral tarixdə və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, toy və yas mərasimlərində şəxsin arzulunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması məhz şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək. Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun şəxsiyyət hüquqlarının müdafiəsi haqqında 24 dekabr 2025-ci il tarixli qərarında da qeyd olunub və bildirilir ki, açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə, yığıncaqlarda, qurultaylarda, konfranslarda, konsertlərdə, tamaşalarda, idman yarışlarında, toy və ya yas mərasimlərində və bu cür geniş kütləvi tədbirlər zamanı digər qanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına, habelə yayılmasına şəxslərin razılığı tələb olunmur. Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzu olunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ kontekstində sosial şəbəkələrdə və ya digər vasitələrdə tirajlanması artıq şəxsiyyət hüququna hüquqa zidd müdaxilə hesab ediləcək və bununla bağlı lazımi qanuni tədbirlər görülmüş olacaq. Qeyd edək ki, Gündəm Xəbər bu məlumatı Trend Aza istinadən diqqətinizə çatdırdı.